Hər kəsi salamlayıram. Bu gün sizə hədiyyələrimi göstərəcəm. İlk öncə buketlərimi açıram. 2 dənə idi. Onları bir yerə qoyacağam, bir vaza. İkisi də çox belə estetikdir. İkisi də çox gözəldir. Gün düşəndə lap sevinirəm. Əslində bu videonu qızlar mən 2024-də çəkmişəm. Rus kanalıma çəkirdim bunu. Bu Azərbaycan kanalımı təzəlikcə başlayıram. İnşallah Allahın köməkliyi ilə uğurlu olar. O qədər də böyük ad günü keçirtməmişdi. Sadəcə anam idi, dostum və bacım. Əvvəl bacımın hədiyyəsini açıram. Ən birinci telefon çixoludur. Bunu mən özüm seçmişdim. Rəngimi bəyənmişdim. Daha doğrusu o da mənə onu alıb. Kofe xəstəsi olaraq yayda daha çox ice latte ya da bumble kofe içirəm. Ona görə mənə bacım belə qəşəng stəkan alıb. İçində də eyebrow geldi, Pussy, bir də concealer. Bu il Pussy eyebrow geli, qaş geli çox populyar olub. Məncə hər yeri onu paylaşırlar, hamı onu istifadə edir. Mən də bəyənmişəm. Ondan sonra başqasını istifadə eləyə bilmirəm. İndi isə yavaşca keçirik podruqamın hədiyyəsinə. Burada mən bilirəm nə var, çünki məndən soruşub, deyib ki, sənə lazım olanı zakaz eləyim, nə özün istəyirsən. Bu balaca bir kosmetikadır. Video çox estetik mənə gəldi, çox xoşuma gəldi. Bu isə qablar. 20 yaşı keçəndən sonra hədiyyələr belə olur. Bu qabın bir dənə şirinliyinə baxın. Bu bibərdir, bir dənə avokado olmalıdır, biri də armud səhv eləmirəmsə. Yox, biri də badımcan. Bu qabları mən ən çox salatlar üçün istəyirdim. Burada biraz ASMR dəqiqə. İndi gəlin axırıncını açaq. Burada avokado olmalıdır. Bu isə ən gözlədiyim hədiyyə. Bu mənim atamdandır. Kofe maşınım. Birinci öz kofe maşınım. Redmond brendinə aiddir. Burada isə bacım sizi salamlayır. İstədim çixolu indi taxım. Güya bunu estetik açmışdım da mən. Neysə. Cırıq-cırıq elədim dənəm bunun qıza. Güya sənə estetik yaraşır. Simba ilə çıxmışıq çölə. Sizinlə sağollaşırıq. Bay bay.